Hashimoto xəstəliyində mədə eksiltmə etmək olarmı? İndi gəlin sizə Hashimoto xəstəliyi barədə qısa məlumat verim. Dünya əhalisinin 2%-i bu xəstəlikdən əziyyət çəkir. Azərbaycanda da bu xəstəlik yayğındır. Bu xəstəliyin yaranması qalxanvari vəz ilə insan immuniteti arasında yaranan bir xəstəlikdir. Və nəticədə qalxanvari vəz autoimmun olaraq öz fəaliyyətini zəiflədir və deməli hormon ifrazı azalmış olur. Qalxanvari vəzdə iltihab yaranır və bunun nəticəsində insan kənardan levotiroksin, yəni qalxanvari vəzin hormonunu əvəzedici terapiya olaraq almalı olur. Mədə eksiltmə olunan pasientlər Hashimoto xəstəliyi ilə müraciət edərlərsə, onlar bilməlidirlər ki, bu xəstəliyin əməliyyata heç bir mənfi təsiri yoxdur. Əksinə, siz əgər obez, şişman, piyli halda qalxanvari vəzə görə qəbul etdiyiniz dərman dozası yüksəkdirsə, arıqladıqdan sonra, əməliyyatdan sonraki çəki itkisi zamanı həmin əvəzedici dərmanın dozası azalmış olur. Məsələn, əvvəl 150 mikroqram dozada levotiroksin, eltiroksin hər səhər ac qarnına qəbul etdiyiniz halda, arıqladıqdan sonra bu doza 50-25 dozasına düşə bilər və siz qalxanvari vəz hormonunu az qəbul etməklə ömrünüzü Hashimoto ilə yaşaya bilərsiniz. Yəni, bu xəstəliklə insanlar daimi olaraq yaşayırlar. Sadəcə əməliyyatdan sonra aldığı dərmanın dozası azalmış olur. Heç bir sizə bu xəstəliyin mənfi təsiri istər əməliyyat olmadan, istərsə də əməliyyatdan sonra mənfi təsiri yoxdur. Sağ olun, sağlıqla qalın.